uzatmasın yaşını derttim şeyler. Yeremenim gözüm zordu. Günde 2 defa 3 defa yemeğini sundu. Yemeğe doğru. Ama hiç aram Akşamlarınız xeyir olsun. Allah qəbul eləsin. Canan sağ olsun, qazancınız artıq olsun. Neredesin? Niye? Yavaş şuradan. Aşırı büyüyor. Peki tamam. Aynı da almış. Dedim biraz şeymiş olsun. Orada da lazım. Doldur arkaya. Buraya koyacak yerine girsin. Gel şuraya koy. Yok ben yemiyorum. Allah hakkı yemiyorum. Hayır. Allah hakkı yemiyorum. Ye sen ye. Bu ne kadar? Sen burada da kahveler. Göre ham.
Hoş olursan Kaliklerimizle çay için yerine tatlı kalikler. Yaşa verdim dedim neydi? Çadırdan bana bandan. Rehem de dedim. Allah imkan versin, gelecekte de her bir gün bak belə oruç tutabilirsin. Şan sağlığından, boş günlerden. Dün ben öğrendim bir süfre duası, yine hemen dua. Bundan sonra da bir eşer bu ailenin geçmişlerine, ruhlarına okuyak ve bağışlayak. Allah hamımızdan razı olsun. Sağ olun. İlahi amin, amin. Elhamdülillah, elhamdülillah, elhamdülillah. İllazi evemene ve segene ve cealne minel müslümin. Nimeti celalullah, bereketi hayalullah, şefati ya Resulallah. Kabul iniyat, süfreye bereket. Allah hamımıza can sağlığı versin. Allah bu iftar verenlere kazançlarını artır eylesin, yiyenlerin de halalı olsun. Allah geçmişlerimize rahmet eylesin. O ölülerimizin ruhları için lillahi Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Errahmanirrahim. Malikin yevmiddin. İyyeke nebudu ve iyyeke nestaîn. Ehdina sıratal müstakîm. Sıratal lezîne enemte aleyhim gayril mağdûbi aleyhim ve'd-dâllîn. Rahmet eylesin. Allah sizi şen eylesin hemşe. Belə gözəl süfrələr açılsın süfrəniz. İndi bu aileden köçen Sıla Məmdəri ve burada yaşayan bacılarımız var idi. Laladır, Yasemen'dir, Zahid'dir. Onların ruhlarına bir yaşadık. Sonra öz işlerimizi görebilirsiniz. Allah hamımızdan razı olsun. Hamımıza can sağlığı versin. Hoş günler, güzel günler. Bu Ramazan bayramında getirip evlenlerimize de bir yaşa Kur'an okuyan onların ruhlarını bağışlayan, onların ruhları da şad olsun. Allahümme salli ali Muhammed ve ali Muhammed. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Yasin vel Kur'anil hakim. İnneke leminel mürselin. Ale sıratin müsterim. Tenzilel azizil rahim. Litenzure kavmen ma enzure abahum fehm gafilin. لقد حكى قالوا آل أكثرهم فهم لا يؤمنون إنا جعلنا في أعناقهم أغلالا فهي إلى الأذقان فهم مقمحون وجعلنا من بين أيديهم سدا ومن خلفهم سدا فأغشيناهم فهم لا يبصرون وسواء عليهم أنذرتهم أم لم تنذرهم لا يؤمنون إنا ما تنذر من اتبع الذكر وخشي الرحمن بالغيب فبشره بمغفرة وأجر كريم إنا نحن نحيي الموتى ونكتب ما قدموا وأسراهم وكل شيء أحصيناه في إمام مبين
اضرب لهم مثلا أصحاب القرية إذ جاء المرسلون إذ أرسلنا إليهم اثنين فكذبوهما فعززنا بثالث فقالوا إنا إليكم مرسلون قالوا ما أنتم إلا بشر مثلنا وما أنزل الرحمن من شيء إن أنتم إلا تكذبون قالوا ربنا يعلم إنا إليكم لمرسلون وما علينا إلا البلاغ المبين قالوا إنا تطيرنا بكم لئن لم تنتهوا لنرجمنكم ولا يمسنكم منا عذاب أليم قالوا طائركم معكم إن ذكرتم بل أنتم قوم مسرفون وجاء من أقصى المدينة رجل يسقى يا قوم اتبعوا المرسلين اتبعوا من لا يسألكم أجرا وهم مهتدون وما لي العبد الذي فتراني وإليه ترجعون أتخذ من دونه آلهة إن يريدني الرحمن بضر لا تغن عني شفاعتهم شيئا ولا ينقذون إني إذا لفي ضلال مبين إني آمنت بربكم فاسمعون قل ادخل الجنة قال يا ليت قومي يعلمون بما غفر للرب وجعلنا من المكرمين صدق الله العلي العظيم وصدق وبلغ رسول النبي الكريم ونحن على ذلك من الشاهدين وشاكرين بقلب سليم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين آمين. Allahümme Rabbena ya Rabbena tegabbel minne inneke entis semiyül alim ve tüb aleyne ya Mevlana inneke enti tegabbül rahim ve etnen ve efkinen ilel hakki ile tariqü müstakim bi berekatü hatimil Kur'anil azim bi hürmeti habibike Resulü kerim vehve enne ya kerim vehve enne ya rahim vehfir lana zülbane bi vezlike ve cüdüke ve keremike ya ekrem ekreminen ya er-Rahman rahmin Cezallahu enne seyyidina Muhammedin sallallahu ta'ala aleyhi ve sellem bimahi ve ehli Sübhane Rabbike Rabbin izzete ma yasifun ve selamun alel mürseline velhamdülillah Rabbil alemin. Okunan Yasin Şerif'in sevabını, ecir sevabının, nur hidayetini İslam Məhəmmədoğlu'nun Reyve El-Merdan kızının, öyle değil mi? El-Merdan kızının aynı zamanda bu ailede büyümüş ve dünyasını değişmiş Lala İslam kızının, Yasemen İslam kızının, Zahid İslamoğlu'nun, aynı zamanda bu aileden köçen nenelerimizin, babalarımızın, bu ailede gözü olanların, bu aileden payımanların, bu aileden Kur'an dua gözleyenlerin ruhlarına hediye edip hediye verdik. Allah öz dergâh-ı izzetinde kabul gern eylesin. Yerlerini nuru pir eylesin. Mekanlarını cennet eylesin. Bu merhumların ruhları için lillahi Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Errahmanirrahim. Malikin yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratel müstakim. Sıratellezînen en'amte aleyhim gayril mağdubi aleyhim ve'd-dâlin. Rahmet ya Rabbi. Allah rahmet eylesin. Cennet mekanları olsun. Allah bu teşkil edenlerin de canlarına can sağlığı versin, kazançlar hemşe artı olsun. Allah imkan versin ki her böyle qeyd edə bilərlər. Eləməyiz. Heç hiss eləmirsən, yox? Hiss eləmirsən? Yox, yox. Yox, elə Damışlar. Çekecek. Bir özelliğe. Aslında uğurluklar. Allah'ın buğdakların kalığı. Allah.
Apardım elə Allah dedim, qormuduk qabağına qoydum, bir dənə ayağım sürüşdü. Bu soy metelerde burada vardı, elə qaşqam hiç var. Sen de bu da değişikli yandım, töküldüm, bütler qalan. Yeşil çıkmaya qabağına geldi. Yallasız dedi, indi bir kahveliydi, bir çürüdü, ben şey olmuşum, o saç şişti sana, burada değişilim. Allahsız dedi, elə bilirsən təpək. Ada yırtılıb evdə şişdi, tanı düşmüyor. Deyirəm, Gürcanın yanında falan da durur, bir gülüşməyiniz var. Yenə gülüşürlər, uşaq gəlir, görür, kızlar da öldürür. Deyirəm, belə taparlar. Öz kızım olsa, indi yetirərdik ayna, niyə dedim? Belə. Vallahi derilədim də təpək. Sözü sana vereceğim ya sana. Sözü sana vereceğim de. Yanlış karşı şeylerden, hevesten zaten. Bəri bəzi zanalarımız, bacılarımız, hamımız bax belə məclislərdə bir-birini hamımız səs eşidəndə gözəl səslər eşidir. Gözəl xeyirli sözlər eşidir, əziz günlər, xoş sözlər danışırlar. Hamımızın orucumuz da Allah qəbul Amin. o vaxt keçmişdi. Mustafa Peyğəmbər gedir Turqalında. Allah mükəlmələşirmiş. Allah'tan Mustafa Peyğəmbərə səs gəlir. Sən ey Peyğəmbər, o dünya bir qəssaba qonşu olacaqsan. Öz özünə qayıdır gəlir dağdan yoluna. Öz özünə fikirləşir, deyir ki, Peyğəmbər hara, qəssab hara. Niyə bana belə deydi? Mən gedib o adam gəzib taşıyım. Ayağına dəmir çarıq giyinir, əlinə də dəmir salır, biraz yol yeməkləri götürür, başlayır gedir. Hər yol gedəndən sonra gedir bir şəhərə çatır. Gəzə-gəzə gedir şəhərin bazarına. Baxır hərə dərdiklərini satırlar, böyük bazardır. Bir qəssab da bu zəş doğru rət satır. Bir ilə gedib bu qəssabın yanında. İki. Gedir yanına salamlaşır, bazarda olsun, belirlə hallaşırlar. Stol qoyur da otur, dayan uzaqdan gəlir. Deyir, hə, uzaqdan gəlmişim. Hardan gəlib, haraya edirsən, deyir. Gecələməyə yerin var. Deyir, vallahi heç özüm də bilmirəm haraya edəcəm. İndi o Peyğəmbər də onunda deyil. Heç gedəcəyim yeri bilmirəm, deyir. Deyir, onda burada otur. Otur, deyir, mənim yanımda axşam mənlə bizə edərsən, bizə qonaq olarsan. Bizdə qonaq olarsan. Deyir, yaxşı. Axşam olur, satdığını satır, satmadığını yığışırır, pükür qoyur oraya. 3 kilo da deyir, ət çəkir, pükür, deyir, indiqə gedək. Barabar gəlir. Gəlcəyin əlinə yuyur yaxşı, peçiqalı əti pişirir. Gətirir bir dənə yaxşı süfrə açır. Deyir, yoldan gəlibsən, yorulmuşsan, gəlsən yeməyini ye, deyir, mən hələ boş deyil. Mənim işim. Deyir, yox, sən ha vaxt yiyəcəksən, mən də onda, mən təkcə nə tərif tutmayacam. Deyir, vallahi gec olacaq, məni gözləsən, sən ye, yoldan gəlirsən. Deyir, yox. Deyir, yaxşı, yeməyi götürür, hələ qoymayıb, tamam. Yıxışırır aynanı. Bu pişirdiyi ətdən bir qaz götürür, biraz da su götürür. Əlinə yuyuram, tez-tez əllərini yuyur. O zaman da bir dənə otaq var idi, indiki kimi şey olsun, hər yer otağı, tüy, hər şərait var. O zaman yox idi, bir dənə otaqda da qalacaq. Dirəkdən bir dənə səvət asılır. Gedir səvət dirəkdən düşürür yerə. Bu qonaq qoyur, buna baxır, deyir, görək buna. Səvədi yerə qoyur, içindən el boyda deyir, o qədər qocalıq əldən düşür, el boyda bir adamdır, da haldan düşmüş bu adam. Bunu yerə qoyur, altın üstünü təmizləyir, təzəliyir, rahatlıyır,
yerinə qoyur. Gedir gən əllərini yuyur, həmən o gətirir yeməkdən, ət gətirir, çay gətirir, su gətirir. Əlinlə bax beləcə gedir yumşardır, bunu yedirdir. Suyunu da çayını da içirdir, gene səbədə qoyur. Bu əyilir buna sarı, nəsə də deyir, dana beşikdəki, səbətdəki. Nəsə də deyir, mən eşitmirəm deyir, indi bunu Musa Peyğəmbər danışır, mən eşitmirəm. O nəsə də deyir, bu da deyir, amin, amin. Hardadır məndə deyir. Kaldırır səbədi gene üstünə də örtü yurtur, değil mi? Kaldırır səbədi dirəkdən asır. Gedir gene əllərini təmiz-təmizləyir, gəlir, suyunu qurur, deyir, indi gələyək. Yeməğimizi yiyək. Deyir, gene yeməyəcəm yeməyi. Deyir, niyə? Deyir, məni agah elə deyir, görək, bax, o kimdir? Niyə səbədə qoyursan? Və o axırda sana nə deyir ki, sən ona deyirdin, amin, amin. Hanı məndə o bəxt? Deyir o ki, əl çəkməyəcəm deyirdən, yoxsa yeməyəcəm yeməyi. Pişirdiğin yemeği. Deyir o ki, elə deyirsən, agah eləyim sən də bil. O mənim anam. O qədər qocalıb ki, deyir, əldən düşür. Əldən yaxdan düşür, özü hərəkət edir. Mən işə gedəndə deyir, onu hazırlayıb, deyir, niyə o yox? Asırsandan oradan, deyir, üstünə qarışqa da çıxırsın, yad şeylərdən qorumaq üçün oradan asırım. Gələndə də yedirdirəm, deyir, pişirirəm, düşürürəm, Allah verəmə yedirdirəm. Yiyib qutarandan sonra bana deyir ki, bana səni görür, o dünyada Musa Peyğəmbərə qonşu olasın. Mən də deyirəm ki, amin, amin, hana məndə o bəxt. Hardadır məndə o bəxt ki, mən o Peyğəmbər kimi uca dərgahda durana gedib. Mən nə qaləm ki, ona qonşu olasın. Deyir, mən də ona deyirəm ki, amin, amin, amma məndə hana o bəxt. Belə deyəndə kişi Musa Peyğəmbər yerindən qalxır, otururlar, hələ yemək də yemiyor. Yerindən qalxır, qəssabı qucaqlayır, örtür, bağrına baxır. Deyir, can mənim nə qonşum? Gör sözü deyir. Ahirət, ay sağ olun. Can mənim ahirət qonşum. Mən onu gəzirdim. Mən səni gəzirdim, gəldim, tapdım. Ondan sonra otururlar, yeməklərini yeyirlər. Sizin de canınız sağ olsun. Onlara da Allah rahmet eylesin. Meleklere yoldaş eylesin. Bu dünyamızı yarep. Ham öz güzel emeller, öz güzel emellerimizle o dereceye yükselek. Aniye bakmak en büyük sevaptır. Aniye bakmak öyle bir ki cennette durur o adamlar. Her bir evlat atanın ananın qədrini bilmelidir ki ona cennet kısmet olur. Ona göre değiller cennet anaların ayağının altında. Yani ona yaxşı bakın ki değil. Size de o dünyada cennet kısmet olsun. Hamımıza cennette yatmak kısmet olsun. Sizden de Allah razı olsun. Yaxşı kulak astınız, canınız sağ olsun. Həmişə kulaklarına böyle güzel sözler seslenişin. Sağ olun. Allah razı olsun. Allah senden de razı olsun. Ben de hiç Türkçe'mi bilmedim. Ben Serbiye. Yok. Bu da gitti kesin. Sen sonuç. Yaxşı kəsdi.